Bizim baxdığımız mövzumuz çox vacibdir. Burada müxtəlif mövzular oldu. Fikirləşirəm ki, hərənin bir sahəsi üçün maraqlıdır, kimsə o sahə üçün. Ancaq mənim mövzum isə insanların hər biri üçün vacibdir və bunu nəzərə almalıyıq. Mən kiçik bir araşdırma etmişəm. Cəmi bir gün ərzində etdiyim araşdırma nəticəsində heç də belə deyək, arzu olunmaz nəticələr, faktlar tapmışam ki, onu sizinlə bölüşmək istəyirəm. Qrupda mən paylaşmışam, 183 nəfər var, çox təəssüf olar, seçimlərinizin interneti yoxdur, kimsə fikir verməyib. Yenə hər bir halda 60 nəfər iştirak edib, onlardan cəmi onlara qarşı 6 nəfər fikirləşir ki, həqiqətən süni zəkat və yüksək texnologiyalar onların işlərindən alınır. Qalan hissə, 90% isə bunun əksini fikirləşir. Əslində qalanda mən bu sualın cavabını bilirdim, dünəndən bilirdim. Bilirdim, haradasa 70-80% belə deyəcək. 10% də elində bayəsi deyilən, kütlə bayəsi deyilən bir şeyə bağlasa, mənim belə deyək, nəticələrim üst-üstə. Fortune 500-də keçirdiyi tədqiqatdan nəticəsində onların həmin şəxslərin 72% hesab edir ki, süni zəka insanları təşkilatlarda növbəti 3 ildə əvəz edəcək. Bir məhsuldan hansısa bir xidmətdən gelinir, ümumi qlobal səviyyədə əgər bu balans pozularsa, artıq hətta deyərdim ki, müəyyən qədər pozulur, istehsal istehlakdan daha çoxdur deyə də bilərik. Yüksək texnologiya əsaslı sənaye məhsulları və ya xidmətlərinin istifadəçisi olmadığı halda bu çox ciddi bir problemlərlə nəticələnə bilər. Yəni, gətirib nəyə çıxarda bilər? Biz insanların qazandığı məbləğ yalnız onların baza ehtiyaclarını ödəmək üçün kifayət edir. Məsələn, biz BMW almaq istəyiriksə, BMW almaq üçün bizim yaşayışımızdan əlavə məbləğ olmalıdır, bizim resurslarımız olmalıdır. Yoxsa əks halda bu özünü doğrulur. Mən istəyirəm çıxışımı Almaniyanın nümunəsi üzərindən verir. Nəyə görə? Almaniya tam sosial modelə malik bir ölkədir. Eyni zamanda hardasa Azərbaycan da bir sosialdır, tam sosial sayılmasa belə. Kiçik bir neçə rəqəmlərə biz baxanda qarşıda belə bir nəticə ilə rastlaşırıq. Rastlaşdığımız rəqəmlər ondan ibarətdir ki, 2024-cü ildə Almaniyanın 83,6 milyon əhalisi olmuşdur. Onların da təxminən 4,8 milyon nəfəri dövlətdən aldığı müavinət hesabına yaşamışdır. Və həmin şəxslərin də 2,85 milyon nəfəri aktiv iş axtaran kimi qeydiyyatda olmuş. 20-ci ildə pandemiya ilə əlaqədar 4,1% azalma var etsə, 21-ci ildə müəyyən bir artım oldu, stoklar boşalmışdı və s. Ancaq 22-ci ildə bu artım azalmağa başladı. 23-24-cü illərdə isə azalma ilə nəticələndi. Yəni, ümumi məhsulun kiçilməsi ilə nəticələndi. İndi gəlin kiçik bir proqnoza baxaq. OECD-nin 2023-cü il hesabatlarına görə qlobal səviyyədə iş yerlərinin 27% yüksək risk altındadır. Bəzi sektorlarda isə bu 30-40%-ə bərabərdir. Təxminən bu da xüsusən istehsalat, nəqliyyat, maliyyə, təhsil, səhiyyə. Ən yüksək isə məhz elə istehsalat sahəsidir. Deməli, burada bizdə 2 BMW-nin Leipzig zavodu ilə Debrecen zavodudur. Debrecen zavodu, Debrecen zavodu 25-ci ildə, Debrecen zavodu 25-ci ildə inşa olunur və Macaristanda inşa olunur. Tam avtomatlaşdırılmış, robotlaşdırılmış, süni zəka əsaslı bir zavoddur. Və Leipzig'dəki zavod isə biz avtomatlaşdırma olsa da ancaq insan əməyinin çox geniş istifadə olunduğu zavodlardan biridir. Və təxmini hesablamalardan biz aydın şəkildə görə bilərik. İşçi sayı və məhsullarını müqayisəli şəkildə biz müqayisə etsək görərik ki, belə deyək ki, iki mövqeydən qiymətləndirə bilərik. Debrecen zavodu 2,7 dəfə
və yəni 200-270% məhsuldarlığı ilə fərqlənir. Ancaq gəlin bizim mövqeyimizi dəyişək, insanların mövqeyindən baxaq. İnsanların 2 dəfə daha az iş yeri ilə təmin olunduğunu görərik. Biz belə deyək, 50% insan artıq digər zavodla müqayisədə öz iş yerlərini itirmişdir. Və çox təəssüf ki, bura yeri gəlmişkən, Debrecen zavodu Almaniyada yox, başqa bir ölkədə fəaliyyət göstərir, Macaristanda. Bu nə deməkdir? Hesablama təxminən 4100 nəfər işləməli olan şəxs öz iş yerini itirmişdir. Sosial ölkələrdə işsizlər ordusu 6% artanda təxminən 2,8 milyon üzərinə 2,7 milyon nəfər gəlir. Və bu da avtomatik və hesabladığımız 120-210 milyard itkinin 2 qat olması deməkdir. Yəni bu bir məsələ. İkinci bir məsələ isə burada bundan ibarətdir ki, məhsul var, keyfiyyətli məhsul var, amma onları alacaq bir insanlar yoxdur bu arada. İnsanlar yoxdur. Daha doğrusu insanlar var. Dövlət onlara ödədiyi məbləğ yalnız onların baza ehtiyaclarını ödəməyə çatır və bunun nəticəsində də belə bir uçurum yaranır. Yaranan uçurum nədən ibarətdir? Jeff Hinton qeyd etdiyi kimi, süni zəka az insanı çox vardır, çox insanı isə daha kasıb edəcək. Bu şəxs süni zəkanın xaçatası adlandırılır və Google-dan 2023-cü ildə süni zəkanın deep learning sahəsində mütəxəssisdir. Google-dan ayrılmışdır və hesab edir ki, bu sonda insanların maddi vəziyyətləri arasında uçuruma gətirib çıxardacaq. İstehsalatçı qarşısında belə deyək, tələb qoyulmalıdır ki, bu qədər insan kvota olaraq sən bu qədər insanı işlətməyə məcbursan. Nəyə görə? Ona görə ki, sənin sabah məhsulunu almaq üçün bu insanlara biz bu prosesi tənzimləməliyik. Yəni, süni zəkanın qarşısını alacağıq, buna qarşı çıxacaq. Bu mümkün deyil, bu bir axımdır. Sadəcə bu axımını insanın maraqlarına uyğun, hüquqi baxımdan və iqtisadi baxımdan tənzimləməliyik. Diqqətinizə görə çox sağ olun, təşəkkür edirəm.